Kanal 13 olaraq bugün şəhər sakinləri arasında kiçik bir sorğu keçirərək onların daha çox hansı problemlə şikayətçi olduğunu öyrənməyə çalışdıq. Pensiyanı istəyirəm də artırım olsun, yaxşı pensiya. Mən həkiməm, amma çox az alıram pensiyamı. Elə bir ki, mən o işləməyən də elə evlə alır, mən də 157 manat. Sizcə Azərbaycanda demokratiya var? Adı var, amma özüm bilmirəm. Yəqin ki, gələcəkdə mənə elə gəlir ki, demokratiyaya uyğun biz o tərəfə gedirik də. İşsizliklə bağlı. Deməli, indi hər yerdə hədd qoyublar. Maksimum deməli 35 yaş. Bax, mən də işlə bağlı gedirəm. Harası bax, birliyə yaxındır. Ali savadlı bir insan, iki diplom sahibi. Hara müraciət edirsən, qeyri-qanuni olaraq yaş həddi qoyulur. Dövlət səviyyəsində bu yaş həddi gözlənilmir. Amma özəl şirkətlər təbii ki, hər yerdə özəl sektordur, özəlləşmədir. Yaş həddi qoyublar. Daha çox da qadınlara... Bəli, maksimum üzr istəyirəm ifadəmə görə qızlar 25 yaş, gözəl göstər qızlar. Nə ilə bağlıdır bu? Təbii ki, qadın işləməlidir, kişi də işləməlidir. Eyni hüquqla heç bir şey gözlənilmir. Bir tərəfli mövqe. Şikayət. Ümumiyyətlə şikayət edib marşrutlardan, özəl sektordan şikayət edirsən, avtobus yarışması, məhəl qoyan yox. Dəfələrlə şikayət edirsən, qaynaq xətdə qeyrisinə məhəl qoyan yoxdur. Sadəcə olaraq nəyinsə hesabına yaşayırıq, nəyinsə ümidlə yaşayırıq, zəif bir budaqdan yapışmışıq yaşayırıq. Elə ən birincisi onu demək istəyərdim ki, torpaqla, evlə əlaqədar olan sualların heç birisinə dövlət bir normal bir cavab vermir. Mənim yaşadığım ki, ev var, neçə illərdir o evin həyəti var da, o həyətin də hissələri qonşuların müxtəlifinə verilib, müxtəlif nəsə verilmir. Sual verəndə ki, bu ümumi həyət bir həyətdir də, niyə görə kiməsə həyətin içində kupçu verilir, o torpaq verilirsə, hal-hazırda mən özümü demək istəyirəm, mənə lazımdır kupçu o torpağı almaq üçün, özəlləşdirmək üçün. Mənə o kupçunu vermirlər, icazəni vermirlər. Türkiye ile mukayese ettiğimizde tabii ki Türkiye'deki demokrasiyle buradaki demokrasi çok farklı. Onu öğrenmek istiyorsanız bu konuda çok yanlış bir tutum sergiledikleri doğru. Gerek emniyet açısından, gerek güvenlik açısından, gerek işte uygulamalar açısından, vatandaşa yapılan uygulamalar açısından çok büyük eksiklikleri var. Bunun akabinde bir sıkıntı yok. Ama bunlar da düzelip aşılacağını düşünüyorum ben. Yəni dövlətlə bizim şikayətimiz yoxdur. Dövlət deyir, hörmətli prezidentimiz göstəriş verir, nazirlərlə bir yerdə olan görüşlər olur. Necə deyirlər, öz fikirlərini çatdırır ki, yəni ki, insanları incitməyin. Amma yenə də görürsən ki, məmurlar müəyyən işlərdə insanları görürsən ki, get-gəl edirlər, olan işlərini çətinliyə salırlar. Hansı ki, o iş məsələn ola bilər, bir saata həll olunsun. Görürsən ki, vurur çıxır, görürsən haradasa bir həftə, 10 gün get-gəl edir. Axırda da o yazıq da bezikir, o işin dalınca da getmir. Əvvəlki vaxtlara baxanda, məsələn, görürdük ki, insanlar öz sözünü deyə bilirdi, fikrini deyə bilirdi, öz narazılığını, etirazını bildirirdi. Amma nəysə elə bir insanlarda qorxu var. İnsanlar onu açıqlaya bilmirlər. Açırsan efiri, nə qədər kriminal hadisələr baş verir bunlar. Hamısı da bizə maddiyyatdan, insanların maddi problemləri bilirsiniz, həddindən artıqdır. İnsanların vəziyyəti çox ağırdır. Yəni biz şəhərdə oluruq, gəzirik, baxırıq, soruşuruq müəyyən yoldaşlarla. Görürsən ki, insanlar maddi cəhətdən çətinlik çəkirlər. Yəni baxırıq efirlərə, ancaq görürsən kriminal hadisələr, hamısı burada nədən baş verir? Yəni yaxşı olardı ki, biraz insanların da işlər təmin edilsin. Yəni gedirlər məsələn, sosial yardım deyilən belə bir şey var. Yəni heç o olmasa gözəl olar. Çünki insanları işlə təmin etmək lazımdır. 167 manat pul verirlər cəmisilə. Razısınız? Çox alsalar yaxşı olar, amma inanmıram çox alsınlar. Əlbəttə cəmaatın rivahını yaxşılaşdırmaq üçün pensiyaları qaldırmaq lazımdır ki, cəmaat da pul verə bilsin, bir işığa, əməlli başlıya, qaza. Bu pulu elə verir, sən bir də görürsən ki, daha heç nə qalmır. Bu pensioner üçün nə qalır və heç nə. Bu yeməyə çatmır, bir o qədər şey yoxdur. Yaşları artırıblar, pensiya çıxa bilmir. 55 yaşı var, gəlib bundan sonra 4 il yarımda gözləyəm.
Ondan candan ki ömür əgər vəfa eləsə. Ha, görmək istəmədiyim ateizm. Öyməşim hamısı qaldı Aşqabadda, o Türkmenistanda. Uşaqlarım da internatdadır, hökumət saxlayır. Özüm də ki, eşlərdə də vəziyyət biraz pisdir. Allaha qalıb da işimiz. Hatta Rəcəbi, Niyə buraxmırlar Aşqabada? qurban olaram sən. Ay, nəysə, dokumentim də düzdür. Düzəlib deyir, hər şey düzdür. Mən istəyirəm Rəcəbi Aşqabaddan çağırarlar buraya, uşaqlara dursun, kömək eləsin, öy eşiyi alıb versin, getsin uşaqlara görə, uşaqlara. Uşaqlara öy eşiyi alıb versin, getsin. Qalmışam qapılarda, kirələrdə. Türkmenistandan hökumət bizi zorla ayırdı, bizi öydən getdi. Öydə polis getdi. İndi də vaxtım qutarıb, indi də qoymurlar. Ya onu buraya çağırıb getsinlər, ya da ki mən oraya gedim də məni buraxsınlar. Gedim görüm öyüm boşdurmu, boş deyilmi? Uşaqlarımın eləmişəm, neçə dəfə də məktub yazdırmışam. Səfirlik məktubu cırıbdır, turluyubdur gözümün qabağında. Türkmen səfirliyi cırıb turluyubdur gözümün qabağında. Dedi ki, baxılmır, biz bilmərik, yolladılar. Xarici İşlər Nazirliyinin üstünə yolladılar. Xarici İşlər Nazirliyi də deyir, biz baxmırıq. O xarici dedi. Yekə aynalı bina adı nədir oranın? O şişəli, yekə. Ha, bax oraya yolladı. Orada hər yerə getdim, miqrasiya, hər yerə getdim. Heç kim kömək eləmir, heç kim kömək eləmir. Qalmışam kvantrantlarda, uşaqlarıma görə, uşaqlarım bir-birindən ayrıdır. Biraz nəqliyyatda diqqətsiz olurlar da sürücülərimiz. Tələsirlər, yəni baxmırlar. Bəs qiymət artımı ilə bağlı hansısa maddi problemlərlə rastlaşmısınız? Əlbəttə, hamı kimi. Mənə elə gəlir ki, bu iş deyiləsi problemdir. Əməkdaların artırılması. Artırılmayıb ki. Yəni o deyirik də, problem deyil mi o? Dövlət tərəfindən sizə olan. İstəyirsin mənə tutturmaq.